Yardım. Əslində gözləmədiyimiz bir şey olmadı. Elə o hakim, dövlət yardımcısı 10 il istəmişdi. Adətən həmişə 1 il aşağı deyirlər. Bugün də yenə 9 il, hakim 9 il Tofiq Yağınova 9 il azadlıqdan məhrum etdi və ümumi cəzaçəkmə müəssisəsində olmaqla istədi. Sözsüz ki, Tofiq Yağınov bu qədər müddətdə artıq 1 il 3 aydır ki, həbs olunur və bu dönəmdə bu cinayət işini bütün sübutlarla, faktlarla, dəlillərlə darmadağın elədi. Və hakimin, yəni mən dəfələrlə məsəl üçün Facebookdan belə müraciət eləmişəm ki, Tofiq Yağınov əgər həqiqətən dələdüzdürsə, necə ki digər qeyri-siyasilərin proseslərindən ki, dövlət televiziyaları canlı yayımlar verir və yaxud da məhkəmə prosesləri, reportajlar hazır. Qoyun gəlsin həmin o kanallar, göstərsin ki, canlı yayımlar açardılar məhkəmədən və bütün ölkəyə göstərərdilər ki, Tofiq Yağınov həqiqətən dələduzdur. Bu adam dələduzluq yoluna 25 min avro və 10 min manat pul mənimsəyir və bütün ölkə də görərdi. Ancaq bunun müqabilində nə gördük? Biz bugün bura yeridilmiş polis dəstəsi gördük, bir qoşun polis dəstəsi. Əgər Tofiq Yağınov həqiqətən dələduz və cinayətkardırsa, İlham Əliyev və onun hakimiyyəti nədən narahatdır? Nədən narahatdır? Onsuz da ki, bütün ölkə bilir ki, demirsiniz Tofiq Yağınov cinayət törür. Ölkə bilir ki, Tofiq Yağınov cinayət törür və bu həbsdədir. Niyə narahatsınız? Bunun özü belə bir daha göstərir ki, bu həbs siyasi həbsdir, sifarişli həbsdir. Bu həbsin tapşırığı, sifarişi, əmri birbaşa İlham Əliyevdən gəlib və hakim məsələn bugün ən son ana qədər prezident aparatından gələcək qərarı gözləyir ki, hansı ki məhkəmənin lap son dəqiqələrində bir xanım işçi əlində bir kağız və gəldi və bunu da məhkəməyə yanılmırsa hakim Elnur Nuriyevə təqdim etdi və biz onda bildik ki, artıq prezident aparatından Tofiq Yağınov barədə qərar gəlib və hakim artıq o qərarı elan edəcək. Çünki o vaxta qədər keçən məhkəmə dəfələrlə Tofiq Yağınovun sözünü kəsmək istəyirdi ki, iddiandan kənara çıxıb. Bugün ama ümumiyyətlə heç bir şey demədi. Çünki o əmindir ki, bu Tofiq Yağınovla bağlı qərar prezident aparatından gəlir və burada hakimlərin heç bir rolu yoxdur. Həmişə demişəm və yenə deyirəm, demirsiniz ki, ölkədə siyasi məhbus yoxdur. Gəlib görərdilər ki, ölkədə insanı siyasi məhbus necə eləyirlər. Bu qədər faktlar, sübutlar, hələ qarşı tərəf, ittiham tərəfi bu qədər müddətdə Tofiq Yağınovun cinayət törətdiyinə dair bircə dənə sübut bir ortaya qoymadılar. Əmin olun ki, elə bir sübut olsaydı, fakt olsaydı, bugün bütün dövlət TV-ləri həmin sübutları, həmin faktları yayımlayardılar və ölkəyə göstərərlər ki, bax sizin müxalifətçi dediyiniz, güvəndiyiniz, arxalarınız alıb, həqiqətən cinayət törədib. Amma belə bir şey baş vermədi. Bunun özü belə göstərir ki, Tofiq Yağınov bu prosesin qalibidir. O dəfələrlə deyir ki, mən bu məhkəmədən ya bu həbsxanadan ya ölüm çıxacaq, ya mən buradan azadlığa çıxacağam. İnsanın ömrü 1000-2000 il deyir ki, mən 10-15-20 də məsəl üçün kimə görəsə həbsdə olaraq. Mənim 64, artıq 65 yaşın içindəyəm və mən bir də 9 ildən sonra, yəni bir 74 yaşında 74-73 yaşında həbsdən çıxacağam və ona görə də bəri başdan deyirdi ki, bu yoldan öldü var, geri dönmək yoxdur. Tofiq Yağınov qərarlarında israrlıdır və bu qərarı da mən yaxın vaxtlarda açıqlayacağım. Sadəcə bəzi texniki məsələlərə görə açıqlamıram. Vaxt gələcək, mən bu Tofiq Yağınovun bu məhkəmə qərarına bağlı öz mövqeyini açıqlayacağım. Çox sağ olun. Minnətdar olun.